Salam dostlar, necəsiz? Yaxşı olasınız inşallah. Dostlar, bu günləri kətə hazırlamaq istəyirəm inşallah. Dedim sizinlə paylaşım. Dostlar, burada 4 stəkan undur. Sonra 1 stəkan baş aşağı şəkər tozudur. Sonra 2 yumurta vuracağım. Yumurtanı bir bütöv vuracağım. Bir tanesinde sarısın, ağın vuracağım. Sarısın üzeri için saklayacağım. Sonra bir adet vanilli. Sonra stəkan 2 barmaq belə aşağı qatıqdır. Onun da içərisinə yarım çay qaşığı çaylı sodadır. Yəni qabartma da əlavə edə bilərsiniz, çaylı sodanız yoxdursa. Dostlar, hardasa 150 qram da yağ. Yəni bunu 1 stəkan duru yağla da əlavə yəni duru yağla da əvəz eləyə bilərsiniz. Kimdə yoxdursa, yəni evdə olmur da birdən, yəni duru yağla da eləyə bilərsiniz. Karıştırın dostlar, hazır olsun, göstereceğim size. Dostlar, xəmiri karıştırdım, hazırdır. Biraz kalsın, dincəlsin. İnşallah pişireceğim. Dostlar, xəmiri yaydım. Qaranlıqdır. Xəmiri yaydım. Yəni içini belə qozla eləyəcəm. Mən hazır içliyim var idi, onunla eləyəcəm. Siz umaçla da eləyə bilərsiniz. Eləyə bilərsiniz deyəndə daha doğrusu umaçla yaxşı olur. Məndə içlik var idi deyəm, dedim böyle bundan hazırlayım. Dostlar, hazırladım bir list. İndi koyacağım 180 derecede pişsin. Dostlar, 2 list çıxdı. Bu listində bir kündəsini belə mütaki kimi elədim. Belə 2 list çıxdı 4 stəkan undan. Dostlar, bu da benim kətələrim. Birincini yaydım, gösterdim. Sonra öbürsüləri göstermedim. Dedim vaxt getməsin, həm də video baxanda sizi yormuyorum. Belə, bu da mənim kətələrim. Çox qəşəng çıxıb. Bir kündəsini də elədim. Mütaki fason. Dost üstüne yumurta vurdum.
Belə. Siz də hazırlayın, nuş eləyin. Göz haqqınızı da halal eləyin.